Salam əziz izləyicilər, hamınızı Kupon 137 ailəsi adından salamlayıram. Gününüz xeyirli və uğurlu olsun. Bugün, yəni 14 mart və 15 mart gecəsi olan oyunlarla qarşınızdayım. Bugün sizə hardasa 7-8 oyun paylaşacağım sizinlə. Siz də onun içindən, belə deyim, 4-ün 5-ində seçib yaza bilərsiniz, hamısında yaza bilərsiniz, 3-ündə yaza bilərsiniz. Yəni nə qədər az yazsaz, o qədər gətirmə şansı çoxdur. Yəni kuponda oyun çox olduqca gətirmə şansı bir o qədər də azalır. İndi mən isə hardasa 8 oyun paylaşacağım sizinlə. Siz özünüz, yəni hansını istəsəz oyunların seçib yaza bilərsiniz. Yəni çalışdığımız qədər risksiz yazmışıq kuponları. Yəni mənim istəyim odur ki, hamınız qazanasınız, heç kim uduzmasın. Sözü çox uzatmadan keçirəm birinci oyunumuza. Birinci oyunumuz Arsenal'la Everton oyunudur. Mənim bu oyuna təxminim 2 üstdür. Yəni riski sevənlər Arsenal'ın qələbəsinə də ata bilər. Prosta Arsenal'ın qələbəsi mən biraz riskli gəldi. Çünki Leverkusenlə oyunları təzə olub, belə deyim də, qabaqda Çempionlar Liqası oyunu var. Ona görə də məncə əsas oyuncuların çoxu məncə oynamayacaq. Yəni oynasa da tez çıxacaqdı oyundan, istirahət eləyəcəklər. Çünki əsas onlara görə Çempionlar Liqasıdır, əsas hədəf Çempionlar Liqasıdır. Həm də Premier Liqada ən az qol yeyən klub Arsenal'dır. Ən az qol yeyən 3-cü klub da Everton'dur. Yəni elə də bol qollu gözləməyin bu oyunu. Yəni birdən yazarsınız 3-5 üst, nə bilim 4 üst. Yəni ən salamatı bu oyuna 2 üst variantıdır. Hal-hazırda da 2 üst variantı 1.42 əmsaldır. Keçək ikinci oyunumuza. İkinci oyunumuz Chelsea ilə Newcastle United'dir. Yəni bilirsiniz ki, ikisi də yorğun klubdur. Chelsea maşallah Paris yorub normalni, Newcastle'dakı Barça. Hər iki komanda da belə deyim də, hədəfi Çempionlar Liqasıdır. Bunlar Çempionlar Liqasında olan klublardır. Ona görə belə deyim də, məncə bu oyunda 2 üstdür. Məncə hər iki klub qol vuracaq, amma yenə də riskə getməyə dəyməz. Oyuncular da yorğundur. Yəni məncə hələ oyunda 2-3 qol olacaqdı. Yəni bu oyuna da çox qol gözləməyin. Riskə getməyin yenə də. Buna da oynayırıq 2 üst. Hal-hazırda 1.13 əmsaldır. Chelsea Newcastle oyunu 2 üstü 1.13 əmsaldır. Keçirik Atletico Madrid Getafe oyununa, La Ligaya. Atletico Madrid Getafe oyununda mən gözləyirəm 1.5 üst. Düzdür, əmsalı çox super verir. 1.40 əmsal verir bu oyuna. Yəni çox superdir də əslində. Və normalda baxanda real gəlmir ki, 1.40 verir də, bu gətirməz. Amma mənim fikrimcə, yəni hər iki komanda qol vuracaq. Getafe belə deyim. Getafe yəni sıxacaq neyi var? Məncə Getafe 1.5 üst, yəni 2 dənə qol vura bilər. Proseye də riskə getmirik. Bizə lazım ki, kupamız gətirsin. Ona görə də 1.5 üst əmsal da superdir. Yəni inandırıcı əmsal deyil əslində. Adam görür qorxur ki, 1.40 deyə bu vurmayın, bu gəlməz. Amma ki, məncə rahat vurun. Hardasa məncə %90% gətirəcək. Amma riski sevənlər Atletico Madridin qələbəsini ata bilər. Yəni az pul atanlar, 2-3 manat atanlar. Arsenal'ın qələbəsini dedim, Newcastle-la Chelsea-də Chelsea-nin qələbəsi, Atletico Madrid Getafe'də də ki, Atletico Madridin qələbəsini atıb yoxlaya bilərsiniz. Az pul atırsınızsa əgər. Amma belə normalda mən verdiyim kuponda Atletico Madrid Getafe oyunu 1.5 üstdür. Sonra keçirik Leverkusenlə Bavariyanın oyununa. Deməli bu oyundan mən gözlədiyim 2x-dır. Yəni ki, Bavariya ya udacaq, ya da bərabər qalacaq. Yəni qələbə atmırıq, buna risk eləmirik. Yəni normalda risk eləmək istəyirsə Bavariyanın qələbəsini atın. 2-nin qələbəsini atın. Məncə Bavariya udacaq. Amma bizə lazımdır ki, bizim kuponumuz gətirsin, risk eləmirik. Bunların da ikisi belə deyim də Çempionlar Liqası oynayır. Əsas hədəflər o Çempionlar Liqasıdır. Ona görə yəni çox özlərini yormayacaqlar. İstədiyim ki, elə nə bilim, bir dənə 2 dənə qol olacaq. Onda ki, yəni bir dənə qol olsa Bavariyanın qələbəsidir. 2 dənə qol olsa məncə 1-1, yəni 2-0 belə bir şey olacaq. Optimdə yəni Bavariyaya qələbə atmırıq, 2x atırıq.
Sonra keçirik 5-ci oyunumuza. 5-ci oyunumuz Borussia Dortmundla Augsburgdur. Burada da mənim təxminim çox riskə getmirik, 2 üst atırıq. Riski sevənlər Borussia Dortmundun qələbəsini ata bilər. Çünki evdə oynayır, həm də ki, belə deyim də, onsuz da ümidin üzüb Çempionlar Liqasından 3-0 uduzdu Bodo Glimtə. Ona görə yəni boşlanmayacaq Borussia Dortmund oynayacaq. Qələbəsini ata bilərsiniz, amma yəni məsləhət edirəm ki, risk eləməyin, 2 üst atın. 1.15 əmsaldır hal-hazırda. Borussia Dortmund Augsburg oyunu 2 üstü. Sonra keçirik 6-cı oyunumuza. 6-cı oyunumuz Interlə Atalanta. Bu oyundan da belə deyim də sizə çox gol gözləmirəm əslində. Prosta belə deyim də buna 1.5 üst, 2.5 üst atmaq riskdir Interlə Atalantanın oyununa. Çünki çox vaxt alt gəlir bunların oyunu. 2.5 alt da atmaq əslində riskdir. Çünki bilmirəm burada bunlar türklər demişkən sürpriz klublardır. Buna görə də əzizləyicilərim çox risk eləmirik. Bu oyuna da atırıq 4-5 alt. Hal-hazırda 1-10 əmsaldır. Mən əslində bu 6 oyunu hazırlamışdım sizin üçün. İzləyicilər bu xahiş elədi ki, biz üçün Real Madrid-i də yaz, Manchester City-ni də yaz. Əslində ən məsləhətli bu 6 yəni oyunlardır. Məsləhətli deyəndə ki, yəni gətirmə şansı məncə daha çox olan oyunlardır. Təbii ki, heç vaxt mərc oyunları məsləhət görmürəm. Əgər oynayırsınızsa da qanuni məç saytlarında oynamağınız məsləhətdir və yazırsınızsa da belə deyim də az summayla, yəni az məbləğlə oynamağınız məsləhətdir. 5 manat, 10 manat, 15 manat, yəni 100, 200, 300, yəni qətiyyən də heç bir məsləhət deyil. Çünki bu futboldur. Burada hər şey ola bilər. Burada yəni 100% deyilən bir şey yoxdur ki, məsələn Qarabağla Real Madrid oynayır, 100% Real Madrid udacaq. Hə, Real Madrid güclüdür, onu bilirik, təcrübəlidir, amma yəni bu futbolda hər şey ola bilər. Məsələn, gəldi dünyanın əfsanə klublarından Chelsea gəldi, Qarabağla bərabər qaldı. O demək deyil əslində, Qarabağ ondan güclüdür. Yəni bu futboldur, burada hər şey ola bilər. Yəni milyardlıq klublar, milyonluq klublar uduzur. Ona görə də 100% heç nə deyil. Yəni mən verdiyim kuponların da heç biri 100% deyil. Sadəcə statistikalara baxırıq. Yəni oyunda olan hər şey, gedişatı, oyunçuları, hakimlərə qədər nəzərə alırıq, analiz edirik və ortaya bu çıxır. Bu gələ də bilər, gəlməyə də bilər. Yəni 100% deyilən heç nə yoxdur. Futbolda belə deyim, bir kuponu tutmağınız 33,33%-dir. Belə deyim də futbolda biri var evin qələbəsini atırsınız, bir var bərabərliyi atırsınız, bir də var ki qonağın qələbəsini atırsınız. Bu elə bil ki 33,33% düşür də hərəsindən. Amma məsələn basketbolda %50-dir tutmaq şansınız. Çünki bərabər söhbəti yoxdur, ya udur, ya uduzur. Amma futbolda elə deyil. Futbolda bərabər də qala bilərsən, udala bilərsən, uduza bilərsən. Nəysə, elə biraz çox danışdım. Keçirik 7-ci oyuna. Sizə onu bildirim ki, 7 və 8-ci oyunları yazmağınız məsləhət deyil. Sadəcə xahiş elədiniz deyə bunları da sizin analiz elədim. Yəni belə deyirəm sizə. 8 oyun verəcəm sizə. Hansıları istəsəz, hansıları belə deyim də sizin ürəyinizə yatsa onları götürüb yazarsınız. Yəni bu oyun elə də məsləhəti deyil. Prosta yenə də analiz elədim sizin üçün. Bu 15 mart gecəsi olan, yəni bu gün gecə saat 12-də olan Real Madridlə Elche oyunudur. Bu oyunda belə deyim də sizə Real Madridin qələbəsini gözləyir çoxu. Prosta Real Madridin sizə deyim ki 6 əsas oyuncusu yoxdur. Bundan əlavə də Real Madrid onsuz da 2-ci yerdədir. Həm də biraz belə deyim də yorulub. Çünki Çempionlar Liqasından çıxıb ayın 17-si gecə saat 12-də. Demək olar ki 2-3 gün sonra da onların oyununu oynayacaq Manchester City-lə. Həm də Elche'nin vəziyyəti biraz pisdir. Çünki 17-ci yerdədir 26 xalla. Və belə deyim də bu oyunu uduzsa, düşür hardasa, Mallorca'da udsa düşür bu 18-19-cu yerə Elche. Bu da ki 18-19-a düşməyi sərf eləmir. Çünki La Liga'da ilk 17 klub qalır La Liga'da. 18-19-20-ci klublarda düşür 2-ci liqaya. Ona görə də Elche bu oyunu uduzmamalıdır, mütləq udmalıdır və ya ən azından bərabər qalmalıdır. Ona görə də mən bu oyunu 2 qism fikirləşirəm. 2.90 əmsaldır, yəni Elche uduzmayacaq.
udacaq və ya da ki, bərabər qalacaq. Amma yəni ən risksizi bu oyuna 2 üst oynamaqdır. Bu da əmsalı çox aşağıdır. 1.09 əmsaldır. Yəni 2 üst oynaya bilərsiniz, 2x oynaya bilərsiniz. LC udacaq ya da bərabər qalacaq. Yəni belə risk eləməyə dəyər. Yəni normal belə 5-10 manat atıb 2x ata bilərsiniz ki, 90 əmsalı super verir. Və mənim fikrimcə LC uduzmayacaq. Yəni bu ikisində verəmsə bu əmsalların, çünki bunlar ikisində mən özümün arasında qalmışam. Hansı ürəyinizə yatsa, hansı sizə uyğun gəlsə onu yazarsınız. Keçirik 8-ci və axırıncı oyunumuza. Bu da West Ham'lə Manchester City'dir. Bu oyuna da düşüncəm 2 üstdür. Hal-hazırda bu da 1.16 əmsaldır. Yəni yenə deyirəm, Real Madrid və Manchester City'nin oyunlarını yazmağınız əldə məsləhət deyil. Çünki bunlar belə deyim də yorğun klublardır, bir-birinə oynayacaqlar 2 gündən sonra. Çox da güc sərf eləməyəcəklər əslində. Amma yenə də yəni kimin ürəyinə yatsa, kim istəsə oynaya bilər, problem yoxdur. Riskli oynamaq istəyənlər isə belə deyim də sizə. Riskli oynamaq istəyənlər nə edəcək? Deməli Arsenalın qələbəsini atacaq. Chelsea Newcastle-da Chelsea-nin qələbəsini atacaq. Atletico Madrid Xetafe'də Atletico Madridin qələbəsi. Bayer Leverkusen və Bavariyada Bavariyanın qələbəsi. Dortmund və Augsburgda Dortmundun qələbəsi. Inter və Atalantada deyimsə ki, buna risk. Bu özünüz belə riskli oyundur. 1.5 üst ata bilərsiniz də buna. Ən salamatı bunun riski, yəni 1.5 üstü, çünki Interi də deyə bilmərəm qələbəsini Atalantada bir-birinə belə deyim ravno klublardır bunlar. Manchester City ilə West Ham'da Manchester City'nin qələbəsi. Real Madridlə də Elche'nin oyununda Real Madridin qələbəsini ata bilərsiniz, amma risk eləsəz, risk edirsiniz bunları atmaqla Elche'nin qələbəsini atın 6 əmsal verir. Hal-hazırda 6-dan da çoxdur, 6.24-dür. Yəni belə. Mən bu gün demək olar ki, yatmadım. Ancaq bütün bu oyunları analiz elədim sizin üçün. Təbii ki, VIP kuponumuz da var. VIP kuponu da 4 oyundan ibarətdir. Risksiz kupondur. Yəni belə deyim də, bu indi sizə verdiyim kupon içindən seçərsiniz, hansı oyunları istəsəz yazarsınız, problem yoxdur. 8 oyundur. 3-ün 4-ünü seçib yazsanız ürəyinizə yatan, yəni superdir. VIP kuponda da 4 oyundur, 2.47 əmsaldır. Yəni onlar, yəni belə deyim də, bu sizə indi verdiyim kuponun demək olar ki, 85% gələcəyinə inanıram. VIP kuponun da ki 90% gələcəyinə inanıram. Yəni ikisi də risksizdir. Yəni bu VIP deyil deyə ay bunu ağzıma gələni deyim, yox. Bugün mən yatmamışam, ancaq oyunları analiz eləmişəm sizin üçün. Məndən bu qədər. Sağ olun, salamat qalın. Kanala abunə olmağı unutmayın. Videoya like və yorum atmağı da unutmayın, zəhmət olmasa. Və VIP kuponu istəyənlər Telegram kanalımızı altdan tağ eləyəcəm. Telegram kanalımıza abunə ola bilər. Orada yəni şəxsi də mənə yazmaqla əldə edə bilər VIP kupon. Sağ olun, salamat qalın, hamınıza uğurlar.